adam eləmək üçün. Qış idi, şəhərimizin buz oyunu alanı bütün buz idi. Bir gün atam məni və yoldaşlarımdan birini orada oynamağa apardı. Bizə ha belə özünə buz ayaqqabısı götürdü. Ayaqqabıları geyib oynamağa başladıq. Buzun üstündə züyür əylənirdik. Orada bir kişi də züyürdü. Bilmirəm necə oldu ki, yoldaşım ilə mən o kişiyə toxunduq. Kişi yıxıldı buzun üstünə. Duran kimi bizə acıqlandı və çox pis sözlər dedi. Yoldaşım ilə mənim ürəyimiz doldu və ağladıq. Atam oyun alanının o başından kişinin səsini eşitdi. Kövrələrkən gəlib bizi dilə tutub apardı. Yenə də buz oyununa dümüç oldu. Amma atam düşünürdü ki, o kişini necə adam eləsin. Bizi bir yanda qoyub, özü bir az oyanlığa getdi. Orada buz ayaqqabıları ilə buzun üstündə bir söz yazdı. O kişi atamın yazdığını gördükdə çox qızdı. Qoy bir daha uşaqlara qarşı elə davranmasın.